Ne geçer kızdı. Hər birinizi yeni vlogumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Saat 6'da orucumuzu ağladıq. Gedək bir saat yataq. Sonra da aşağı gedək. Bir saat yarım falan belə. İmsakdan sonra yatdım, sonra isə durub işə hazırlaşıram. Paltarımı dedim ütülüyüm. Orucu tutandan çox işlərimi də elə də görə bilmirəm, tez yoruluram deyə. Ona görə paltarımı səhər ütülədim. Sonra isə gedirəm makiyajımı eləməyə. Birinci sırqalarımı taxım. Bu sırqaları hardasa 2020-ci il idi ya da 2021 idi. Məncə 2020 olardı. Onu da almışdım. 2020-ci ildə almışdım deyəsən. Sonra bir müddət bu sırqalar dəbdən düşdü, istəyirdim satmaq. Yaxşı, başqa model, satıb başqa model alacaqdım. Yaxşı ki, damı satmamışam. Təzədən dəbə qayıdıb, ona görə mən də taxdım. Birinci üzümü nəmləndirim. Sizdə də elədir. Mənim qızıllarım qırılır. Bu sırğamın biri zədəlidir, əzilibdir. Zəyinə görə baxanda bilinmir. Biraz yüngül zədələnibdir. Bir üzüyüm qırılıb, yəni də sepim qırılıb. Vaxt edib, gedib onu təmir elətdirməliyəm. Da vaxt tapa bilmirəm, amma yaxın bir günlərdə gedib onu təmir elətdirəcəm ki, istifadə eləyim. Hər dəfə məndən bu kremin adını soruşurlar. Bunun üstünə krem koy yazılıb, nəmləndiricidir, baxın. Krem koy yazılıb. Trend yolda da var. Çəhrayılar quru dərilər üçündür. Mavi rəngi olanı var. O da yağlı dərilər üçündür. Əlimə də nəmləndirim. Sonra yadımdan çıxacaq. Mən evdə çox da belə əlimi nəmləndirib gəzə bilmirəm. Yəni yeməyə, qaba, nə bilim, iyi gələndə xoşum gəlmir də. Evdə də əşyalara istər-istəməz adam əl vurur. Bir yatanda vururam, bir də ki işə belə gedəndə. Bu da qutarır deyəsən. Basıram, hava da çoxdur içində. Qəfildə çox çıxır. Əgər gözünüzün altına konsiler vuracaqsınızsa, mütləq şəkildə gözünüzün altını nəmləndirmək lazımdır. Mənim də gözlərimin altı qırışdı, mimik qırışlarım daha çoxdur. Ona görə də nəmləndirmədən makiyaja keçmirəm. L'Oreal'ın bazasından istifadə edəyək. Onu fikirləşirəm ki, yayda mən belə istifadə edə bilərəm də, yəni. Heç üstündən tanayla vurmasam da istifadə edə bilərəm məncə. Çünki çox qəşəng parıldadır adamın üzü. Buna baxın, görürsünüz. Mən əlimdən eləyirəm belə. Səhər yuxudan duran kimi məcburam ki, tez hazırlaşım, işə gedim. Makyajımı hər dəfə belə vaxtlarda edirəm və çalışıram ki, o hissələrdə sizlə paylaşım. Bu vaxtlarda yuxudan səhər duranda gözünün altı şiş olur. Mən də fikir verirəm ki, hər dəfə mənim makyajımı eləyəndə gözümün altı belə şiş görsənir. Ağzım qırana yara çıxıb. Esklamın bu kremindən istifadə edirəm. Bunu da mən Trend yoldan zakaz vermişəm. Çünki burada çox yerdə yəni axtardım, yox idi. Adi yəqin ki, mağazalarda ola bilərdi. Orada getməyə 28-ə falan axtarasan da. Buna baxın, bir damcı vursam yayılır da hər yerin üstə vurum. Buradan sizdən bir istəyəcəyim olacaq. Əgər mənim belə videolarımı bəyənirsinizsə, kanalıma abunə olmamısınızsa, kanalıma abunə olub mənə dəstək olun. Mən dünən də makyajımı eləyəndə, işə gedəndə hazırlaşmamı çəkmişdim. Videom silinib. Sağ ol, dırnağım işte. Konturlu yağ üzünüzü. Üzün uzun sov olmaq üçün xəttləri belə çəkirsən. Buranı belə. Mən burada çəkirəm. Yəni heç kölgə təmirmək ehtiyac olmur. Yəni qısa gedirəm də, tələsirəm deyə.
getdi. Qaldı bura. Rumiyana da bırak. Salon, məhəllədə bir salon var. Orada bir xanım var. Çox qəşəng qaş alır. İllər sonra, bibim qızından sonra, yəni ona etibar edirəm. Yəni xoşum gəlir. Onun qaş almağına. Gəlinimizin sayısını keşf elədim. O mənə dedi ki, tap. Mən də dırnaq ustama dedim. O dedi ki, var burada belə biri. Nəsə aldı. Görün qəşəng alır. Mən də sonra neçə, 3-cü dəfədir gedirəm. Ayda bir dəfə eləyirəm prosto. Ona kimi düzü tük gəlir. Belə tək gözüm götürürüm. Siz necə edirsiniz? Düzü biz alırsınız. Yox, salona gedirsiniz. Adam etibar eləmir. Gedirsən bir də gözün qaşığı tük qalmadı. Olub tökdülər yerə. Ya da girirlər içinə. Şurada çəkək. Saçımı vuracağım. Bu da yaxşıdır. Karandaş. Mən dodaqdan kənara çıxmaq xoşlamıram. Bir dənə burada biraz, bax burada biraz çıxsam olar. Ayrıca bundan sonra özün üstündən gelsən. Yazayım. Bitti bu. Highlighter'ı götürürüm parmağımla belə. Gözümün bu hissəsinə biraz vururum. Unuttum sizce konsileri. Benim en sevimli Ogi markasının konsileri çok qəşəngdir. Peki de o birisi vlogumda fikir verdiniz. Benim gözüm burasında kırmızı var idi. Ona belə vurdum, bağladı da yani. Örtücülüyü əladır. Adamın gözünün altını işıqlı eləyir. Əslində konsileri elə sonda vurmaq yaxşıdır. Burası indi yadımdan çıxdı. Çıxmışdı. Qarışıq dalğalı olubdu. Mən bunu qəşəng iki yerə ayırıram. Get-gedə də saçımın rəngi qəşəng olur. Belə ayırdım, indi saçımı vuracağım. Bu məşhur fenin hər dəfə Instagramda da soruşurlar ki, markası nədir? Bunu bacım Rusiyadan gətirmişdi. Özünü almışdı, mənə yox. Prosto mənə dedi ki, istəyirsən qalsın, sən istifadə elədən, mən sonra özüm alaram. Falan belə. Məndə də qaldı. Mən də belə istifadə eləyirəm.
Ben görünmüyor. Böyle oldu. İsim miymiş? Şeklini al. Sinir. Ayaqdan taxmışam, deyirəm sinir. Mən belə çölə tərəf vururam. Çölə tərəf vuranda qəşəng qalır. İnşallah evə köçəndən sonra özümə planlamışam ki, fen alacağım. Məşhur o fenlə mən də alacağım. Hələ ki, birinci plan hər şeydən bir dəqiqə vacib evə köçməyimizdir. İnşallah yeniliklər olacaq. Hamısını burada sizdən bölüşəcəm yavaş-yavaş. Getirik divizimi çəkirəm də mən belə. Şimdi bunu qururuq. Vaxtım yoxdur deyə çox nazik eləməyəcəm. Belə bax belə. Vaxt yoxdur. Əslində bunu da iki hissəyə ayırmalıyım. Necə vaxt yoxdur, elə belə gedək. Çox belə buruq istəmirəm, dalğalı istəyirəm də olsun. Sən də yaxşısan. Açmayacağım, soysun buruq, sonra açmaq lazımdır da ki, yaxşı qalsın. Şöyle bəsdir. Çox qatı buruq istəmirəm. Mənə bir dəfə də yazmışdılar ki, bir dəfə də saçını ukladka elə. Mən özüm evdə ukladka eləyəndə çox vaxt gedir. Daha gözəl ukladka məncə salonda olur. Mən də salonda elətdirsəm onu gərək bir gün əvvəldən elətdirəm ki, çünki səhər işə gedirəm, həmin saatlarda salonlar açıq olmur. Saçım yatan kimi saçımın şəkli dəyişir. Gördünüz, belə vurdum. İndi bunu açıram. Biraz çox qalmadı, meyib yox. Mənə lazımdır ki, elə belə dalğalı olsun da. Belə gördünüz. Çox qəşəngdə qaldı. Necədir? Mən bu buruqları özümə yaraşdırırım. Saçım belə olan çox xoşum gəlir. Siz necə mənə yaraşdırdınız bu buruqları? Həmişə belə eləyim yoxsa? Belə istəyirdim, ucu istəyirdim, belə olsun. Neysə, mən hazır, qaçaq işə. Sabah xeyir. Geldim, çatdım. ATV'nin meşhur liftindeyim. Daha da gösterim. Saçımda kaçıramıyor ya. Ama geçe kaldı bu buruqları. Və orada davam eləmədim. İncəsənət Universitetinə qəbul olduğuma görə mən yarımçıq saxlayıb artıq başladım musiqi ilə məşğul olmağa. Mən iynəni elə... Nədir bu Rahim? Bağçadır Rahim. Mənə hədiyyə düzəldiblər. Baxaq. Oy, nə qəşəngdir Rahimçik. Kimizi.
Rahimin gözləridir. Rahimin bağçasında 8 martla bağlı belə bir oyun keçirdiblər. Mən də səhərlər işdə oluram, Tural özü aparır. Ona görə mənim əvəzimdən Tural iştirak eləyir. Rahimin gözlərini tapıb. Bağçadan götürəndə də Rahim hədiyyələrimi verdi. Şəklimizi çox bəyəndim, çox gözəl düşünüblər. Bu arada oğlumdan ilk 8 mart hədiyyəmi almış oldum və Rahimlə gəldik evə. Deməli, mən hər gün iftara sup hazırlayıram. Belə bir düyü almışıq, ağdaş düyüsüdür. O belə bir gün işığına tutun. Görürsünüz, çox qəşəng olur supu. Ləzzətli olur. Biraz döküyorum, çox dökməyəcəm çünki şişir. Amma dolmaya tökmək düz deyil. O gün dolmaya vurmuşam. Dolma oldu, biraz belə palçıq kimi də belə xəmir fasonu oldu. Kənərləmişdim özdə. Məsələn, təmizdir. Ümumiyyətlə, sup üçün ağdaş düyüsünü mütləq alın, istifadə edin. Bunu ilk dəfə Turalın maması bizə göndərmişdi. Ondan pişirmişdim. Ondan xoşuma gəlmişdi. Suyu həlim olur supun. Və suda saxlayacağım. Belə suda saxlayıram. Qalsın, başlayayım supu hazırlamağa. Sup demək olar ki, hazırdır. Baxın, belə olur. Amma dadı superdir də. Yəqin ki, ağdaş, ümumiyyətlə yerli düyülərdən istifadə edənlər varsa bilirlər ki, necə dadlıdır. Biz hər gün bu supdan içirik iftarda, mütləq. Kökdür, belə filə doğramışam içinə. Kartof, göy, duz istiyor, balaca da bir yağ. Yəni soğan da var. Bu hazır, indi keçirəm makaron yiyəcəm, bir də bud qızardacağım. Burada Nilayın istədiyi makaronla yenə eyni şey yiyirəm, xoşu gəlir. Burada bud qızardıram. Burada da makaron gözlüyor. Burada da supum hazır. İnsan acılanda çox yemək pişirir, belki doymayacaq. Amma adam biraz yiyən kimi doyur. Yemeği hazırda dana var. Gün batır, artıq iftar vaxtı yaxınlaşır. Mən vlogumu burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.